Səmada uçan təyyarənin arxasında bəzən uzun izlər formalaşdığını yəqin görmüsünüz. Bax bu ağ, uzun izlərə qatılaşma izi deyilir və bəziləri bunu chemtrails adlandırır. Məlum olduğu üzrə yerdən qalxdıqca temperatur enməyə başlayır. Təyyarələrin uçduğu yüksəkliklərdə istilik -20 ilə -60 dərəcə intervalındadır. Bu izlər də elə məhz 6-8 kilometr və daha hündürdə uçan təyyarənin səs boğucusundan çıxan isti və qatı havanın içindəki su buxarının o hündürlükdə çox soyuq hava ilə təması zamanı çox böyük sürətlə donub kristallaşması ilə formalaşır. Bu soyuq havalarda ağzımızdan çıxan buxarla eyni mexanizmdir. Çevrədəki hava adətən sakit olduğu üçün bu izlər uzun müddət itmir və təyyarələrin arxasında kilometrlərlə uzunluqda buz kristallarından formalaşan bir quyruq yaranmağına səbəb olur. Bəzən bu quyruqlar hava kütlələrinin təsiri ilə bir-birinin üstünə çıxaraq müxtəlif formalar yaradırlar. Ümumilikdə aşağı atmosferdə hava daha isti olduğu üçün bu cür izlərin formalaşması müşahidə edilmir. Yəni qatlaşma izləri aşağı temperaturdan dolayı əsasən yüksək atmosferdə formalaşır. Əlbəttə ki, soyuq iqlimə xas yerlərdə alçaq atmosferdə səfər edən təyyarələr də bəzən bu tip izlər yarada bilir. Qatlaşma izləri bəzi vaxtlar saatlarla mövcud ola bilir və günəş işığını məhdudlaşdırdığı üçün müəyyən müddət iqlim pozuntusuna səbəb olaraq göstərilir. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, qatlaşma izlərinin əsl səbəbkarı adətən sərnişin təyyarələri olsa da, bəzən çox güclü motorlara malik olan hərbi qırıcı təyyarələr də bu izləri müəyyən müddətlik yarada bilir. Xüsusən də hərbi bazaların mövcud olduğu şəhərlərdə qısa intervallarla test uçuşları edən qırıcı təyyarələr bu izlərin daha çox peyda olmasında əhəmiyyətli rol oynayır. Təbii ki, sərnişin təyyarələr də bu izlərə səbəb olur. Xüsusən yüksək atmosferdə uçduqları tranzit səfərləri icra edərkən. Hərçənd bəzi konspiroloqlar bu izlərə chemtrails adını verirlər. İddia edirlər ki, bu izlər əslində müxtəlif kimyəvi vasitələrdən ibarətdir və müəyyən missiyalara xidmət edir. Məsələn, bəzi konspiroloqlar düşünür ki, bu izlər insan populyasiyasını qəsdən azaltmaq üçün buraxılır. Başqa bir qrup konspiroloq isə bunun qlobal istiləşmə əleyhinə bir vasitə olduğunu iddia edir. Yəni konspiroloqlar arasında fikir birliyi belə mövcud deyil. Sadə kimyəvi bir prosesin bu cür yozumlara məruz qalması təbii ki, başa düşülən deyil. Ancaq insan təbiəti belədir.